Salam dəyərli dostlar, dəyərli izləyicilər. Bugün sizə Masazır qəsəbəsi, Masazırda Gənclər şəhərcinin arxasında Xırdalan xəstəxanasının 10 nömrəli məktəbin arxa tərəfində 3 sot torpaq sahəsində yeni təmirdən çıxmış, təmirdən sonra yaşayış olmayan gözəl bir evimizi çəkib təqdim edirəm. Dəyərli dostlar, dəyərli izləyicilər, bu evin həyətyan sahəsidir. Qeyd edirəm ki, video olduğu kimi çəkilib, yəni 0.5 ilə çəkilməyib. Həyət çox geniş qalıb. Həyətində bir neçə avtomobil ardıcıl daxil etmək mümkündür. Burada bisetka hissəsi var ki, belə bir söhbətgah bisetka düzəldiblər. Tam təmirli vəziyyətdədir. Bu gün al, sabah köç yaşa vəziyyətdədir. Qaz, su, işıq, kommunallar hamısı qaydasındadır. Kanalizasiya mərkəzi kanalizasiya sistemidir. Baxın, trapına qədər həyətdə çəkilib. 2 gündür Bakı şəhərinə və Masazıra yağışlar, fasiləsiz yağışlar yağır. Gördüyünüz kimi həyət qupqurudur. Heç bir nəmişlikdən, rütubətdən söhbət gedə bilməz. Dəyərli dostlar, dəyərli izləyicilər, mən sizə belə bir görüntü vereyim. Tam aydın şəkildə görsənsin. Baxın, zövqlə tikilmiş 3 ədəd evimiz idi. Artıq biri satılıb. Bu ev satışdadır. O birisi ev haqqında da məlumat verərəm sizə inşallah. Yerdən kürsülüdür. 5 daşın üzərində tikilmişdir. Mərtəbə arası monolit betondur. Baxın, belə bir gözəl üz görünüşü var. Sağ, sol qazonlar, ağaclar əkilib. Yəni burada əlavə heç nə etməyə ehtiyac yoxdur. Bugünkü gün elə qiymətə satılır ki, bu qiymətə cəmaət şəhərdə heç 2 otaqlı ev tapa bilmir. Çox möhtəşəm, gözəl, səliqəli bir evimiz satışdadır. Təmir zamanı ağ divar kağızlarından istifadə olunub ki, o da evi kifayət qədər işıqlı göstərir. Gördüyünüz kimi koridor genişdir. Burada evimizin mətbəx hissəsi yerləşir. Burada bir yataq otağımız var. Xaldenik də hədiyyədir, amma adam üçün zarafat edirəm, köhnə xaldenikdir. Yəqin ki, onu çıxardıb atacaqlar. Burada evimizin qonaq otaq hissəsidir. Baxın, belə bir qonaq otağımız var. Cəmi 168 min manata bu gözəl evimizə sahib ola bilərsiniz. Təbii ki, real müştəri olsa, qiymətini danışıb razılaşmaq mümkündür. Birinci mərtəbədə olan hamam hissəsidir. Duş kabinet üçün yer qoyulub, kombi sistemi çəkilib. Çox gözəl evdir, həqiqətən. Oğluna, qızına, nə bilim, özünə, ailəsinə ev almaq istəyənlər bu evi qaçırmasınlar. 6 otaqdan ibarətdir, dəyərli izləyicilər. Hər 2 mərtəbədə sanuzel var. Burada 2-ci mərtəbədə olan sanuzel hissəsidir. İkisi də təmirlidir. Burada bizim bir yataq otağı yerləşir. Hər bir otağa kondisioner xətti çəkilmişdir. Bütün pəncərələrin qarşısı açıqdır. Baxın. Ətraf villa tipli 2 mərtəbəli evlərdən ibarətdir ki, bu da ərazinin kontingentindən xəbər verir ki, ərazi çox rahat, səliqəli bir ərazidir. Masazırın içinə girməyə ehtiyac yoxdur. Gənclər şəhərcinin yanından bu evə gəlmək mümkündür. Baxın, şəhərcinin binaları buradan görsənir. Baxın, oradan gəlirsən Monza Plazanın yanından qalxırsan yuxarı, gəlib çıxırsan bu evin üstünə. Çox maraqlı, səliqəli bir evdir. Adi qapının ruçkaları da rozet ruçkalardır ki, bunlar da bilən bilir ki, keyfiyyətli materialdan istifadə olunur. Eyvana çıxmağa. Eyvan buradadır. Krişasına çıxmağa da burada yer var. Belə bir eyvanımız var. Həyətyan sahəsini sizə göstərdim. Ətraf gördüyünüz kimi yaşayış evlərdir. Sağı solu artıq köçüb yaşayırlar. Burada bizim həyətyan sahəmiz. 168 min manata bu evə sahib ola bilərsiniz. Kanalda hər qiymətə bina, həyət evləri, torpaq sahələrimiz mövcuddur. Kanala abunə olmağı, videolarımızı izləməyi, bəyənməyi unutmayın.